Bugün Babazadələr ailəsinin qonağıyıq. Vüsalə xanım və Vaqif bəyin sevgi hekayəsi ilə tanış olacağıq. İlk sizdən başlamaq istərdim Vüsalə xanım. Fiziki məhdudiyyətiniz haqqında bizə bir məlumat verərdi, zəhmət olmasa. Bütün uşaqlar kimi mənim də qayğısız uşaqlığım keçib. Lakin ali məktəbə hazırlaşan ərəfədə, istiyə günlərin birində mən ehtiyatsızlıq nəticəsində yıxılmışam və onurğa sütunundan aldığım zədə nəticəsində yerimə qabiliyyətimi itirmişəm. Amma mənə elə gəlir ki, bu son deyildi. Yəni çünki həyat davam edirdi və düşündüm ki, arzularımın arxasınca getməliyəm və yenidən başladım həyata yaşamağa və öz istəklərimin arxasınca getdim. Siz həmin ərəfədə universitetə hazırlaşırdınız və davam etdiniz bu müddətdən sonra da hazırlaşmağı? Təbii ki, deyə bilmərəm ki, yəni yıxılan kimi oturdum əllər arabasına və başladım aktiv həyat sürməyə. Xeyr, təbii ki, bu mümkün deyil. Bir neçə durğunluq oldu. Mən yəni fiziki olaraq bərpa prosesi ilə məşğul oldum orqanizmin. Lakin sonradan dediyim kimi ən böyük arzularımdan biri idi ali məktəbə daxil olmaq və bu istəyimi reallaşdırdım. Moskva Dövlət Universitetində mən təhsilimi, yəni bakalavr təhsilimi aldım. Hüquqşünas kimi. Bəli, hüquqşünas ixtisasına yiyələndim mən. Daha sonra siz Azərbaycana gələndən sonra Paralimpiyada iştirak etmisiniz, düzdür? Bəli, 2012-ci ilə təsadüf edib Paralimpiya hərəkatına qoşulmağım. İstəmirdim təkcə yəni bir təhsillə yekunlaşdırım bu aktiv həyatımı və uşaqlığımda çox həmişə idman növlərinə, müxtəlif idman növlərinə marağım olubdu. Ona görə də özümü bir neçə idman növündə sınadım, qılınc oynatdım, güllə atdım, rəqs etdim, hətta paraşütlə atladım. Ona görə yəni hər bir neçə növdə özümü sınayırdım ki, özümü tapana qədər. Özümü hansını tapsaydım orada bir müddət qalırdım və həmin idman növündən məşğul olmağa davam edirdim. İndi özünüzə hansını tapırsınız? Ən çox hansını sevirsiniz? Yəni mən ilk dəfə Azərbaycanda rəqs edən, yəni professional olaraq rəqs edən əlilliyi olan şəxs mən olmuşam. Anam baxımla əlaqədar indi bir müddət ara vermişəm. Amma ki, yəni ilk olduğum üçün mən istəmirdim ki, bu idman növü yəni qalsın da belə deyə istəyirdim şahələnək, genişlənək. Yəni idmançılarımız çoxalsın bu idman növündə. Ona görə bu idman növündə ən çox belə deyək də dayandığım idman növü bu oldu. 10 ildən çoxdur artıq ki, hətta 12 il deyərdim. 12 ildən çoxdur ki, bu idman növündə məşğul olmuşam və deyərdim ki, kifayət qədər nəticələrimiz də olubdur. Bir çox sizin qızıl medallarınız olub o sahədə. Bəli, elə ilk ili hansı ki biz iştirak eləmişdik, Belarus açıq çempionatında bürünc medallara layiq görülmüşdük. Elə ilk belə deyim də yarışdan medalımız olmuşdu. Sonra ən deməli uğurlu bizim yarışımız Qitələr Kuboku idi, hansı ki Sankt-Peterburq şəhərində keçirilmişdi və biz orada qızıl medala kuboka sahib olmuşduq. Siz Azərbaycana gələndən sonra, amma tək belə deyək, idmanla məşğul olmamısınız, hal-hazırda çalışırsınız, yoxsa Asan Xidmətdə çalışırsınız, hüquq məsləhətçisi kimi? Bəli, Asan Xidmət Mərkəzində 2013-cü ildən fəaliyyət göstərirəm. Demək olar ki, mərkəz fəaliyyətə başladığı ilk gündən, o zaman sadəcə bir saylı mərkəz var idi, mən də orada fəaliyyət göstərirdim. İndi hal-hazırda 7 saylı Asan Xidmət Mərkəzində vətəndaşların hüquqlarının təminatı sektorunda baş məsləhətçi olaraq, yəni hüquqşünas kimi öz fəaliyyətimi davam etdirirəm. Vaqif bəy, istərdim sizə keçək, sevgi hekayənizi sizin dilinizdən eşidək. Necə başlayıb? Vüsalə xanımı harda görmüsünüz, harda sevmişsiniz? Sizin dilinizdən eşitmək istəyirik. Sizin dilinizdən daha yaxşıdır məncə sevgi hekayəniz. İlk Vüsalə xanımı harda gördünüz? Vüsalə xanımı ilk dəfə sənədlərini düzəltməyə gedəndə görmüşdüm Asan Xidmətdə. 7 saylı Asan Xidmətdə idi. Bir idi. Bir saylı. İnqilablı. Sözlü vəsiqəmi dəyişirdim döyüşlərdən qabaq. Vaxtı qurtarmışdı. Onu da gördüm, xoşum gəldi orada. İlk baxışda aşıq oldum. Getdim, internet vasitəsilə tapdım. Atfam nəsə yazılmışdı bu ilk gündəsinəsində. O gündən başladım aynı əlaqəyə girməyə. Döyüşlər ərəfəsinə düşdü, tanışdığımız. Həmən vaxtı yazdım ki, inşallah döyüşdən sağ-salamat qayıtsan, gəlib görəcəm səni. Talih elə gətirdi ki, salamat qayıtdım. Ondan sonra görüşdük, Vüsalə xanımla daha yaxından tanış olduq, ailə həyatı qurduğumuz. Siz Vüsalə xanımı görəndə bilirdiniz fiziki məhdudiyyəti var? İlk dəfə görəndə yox, birinci dəfə görəndə stol arxasına oturmuşdu. Birinci dəqiqələrdə bilmirdim onu.
Sonra buraya başqa bir şöbə keçəndə gördüm ki, ortada gezir əllər arasında. Ondan sonra bildim. Vüsal xanım, ilk başda razılaşdınız, yoxsa tərəddüd elədiniz? O vaxtda tərəddüd var idi. Hətta yazıda cavab vermirdim. Çünki mən tanımadığım insanlara biraz ehtiyat edirdim. Yəni, belə deyək də, yazışıb tanış olmağa. Ona görə daha çox münasibətimiz istiləndi. Bu müharibə artıq yadıma gəlir ki, Şuşa alınmışdı, hətta yazışmalarımız qalıb. Şuşa alınmışdı. O vaxtı yəni, çox ağır günlər idi. Hətta interneti kəsmişlər ölkədə, yadıma gəlir. Yəni, hamı xüsusi proqram vasitəsilə falan girirdi. O vaxtı tanıdığımız bütün hərbiçilərə qohumda, nə bilim, tanışlarda yazdırdıq ki, necəsiz, nəyəsə ehtiyacınız varmı? Yəni, o vaxtı elə bax, Vaqiflə də o isti münasibət, isti danışıq orada yarandı. Həmin o müharibədən sonra, çünki çox həssas idi, yəni bütün millət olaraq həssas idik, nəinki təkcə mən. Ona görə həmin ərəfədə daha da belə bizdə münasibət istiləşdi. Və Vaqif yadıma gəlir ki, noyabrın sonları idi, deməli Şuşa alındı, Şuşanın alınma xəbəri gəldi. Dekabrın artıq 20-si o Bakıya gəldi, məzuniyyət götürüb. Və elə həmin gələn gündə biz görüşdük həmin günü. Görüşdük və ondan sonrası gəldi də. Vaqif bəy, hal-hazırda hərbiçi kimi fəaliyyət göstərirsiniz. Çox əslində ağır dönəmlərdən keçmisiniz. Bəlkə də o həssasiyyət olmasaydı, heç siz Vaqif bəyi arayıb axtarmayacaqdınız da. Bəlkə də. Yəni mən ən çox onu, yəni xarici görünüşü falan, hər şey bir qırağa qalsın. Yəni onun igidliyinə görə, dövlətinə, millətinə, öz torpağına bağlılığına görə xasiyyətini sevdim. Məsələn, hər hansı bir belə deyək də, tapşırıq falan olur. Gedəndə deyirəm ki, yox getmə, məsələn, qorxuludur, sən məzuniyyətdəsən, məsələn üçün belə, mən getməsin, mən getməyim, kim getsin deyir. Yəni ki, o qədər bağlıdır ki, öz belə deyək də, işinə, torpağına, ona görə ən çox da o xüsusiyyətinə görə onu sevirəm və bəzən ürəyimdə qorxuram o xüsusiyyətinə görə ki, gedər, başına nəsə hadisə gələr, amma eyni zamanda da o dəyərlərinə görə onu çox sevirəm. Allah həmişə daim eləsin sevginizi. Cütlüyümüzün 2 dənə övladı var. Bir qız övladı Sevil, 2 yaşı var. Bir də neçə gündən olmuşsunuz artıq? 1 aydır. 1 aydır, Mikail adlı. Kiçik bir oğlan övladları var. Allah qorusun hamısını. Çox sağ olun. Vüsal xanım, sizcə cəmiyyətimizdə fiziki məhdudiyyətli insanlara qarşı belə deyim də münasibət necədir? Əvvəllə baxanda heç dəyişilmə varmı? Bir neçə il öncəyə nəzər salsaq, əlilliyi olan şəxslər, yəni əl arabası istifadəçiləri çölə çıxanda çəkinirdilər, utanırdılar. Cəmiyyətimizin də baxışı bir mənalı deyildi. Yəni, belə deyək də, demək biraz pis çıxmasın, yaxın keçmişdə əlilliyi olan şəxslər ancaq küçələrdə dilənən görərdik, yəni dilənçi qismində görərdik. Ona görə millətimizin gözü öyrəşməmişdir. Amma bu son illər, hansı ki, istər paralimpiya hərəkatına qoşulmuş bu əlilliyi olan şəxslər olsun, istər aktiv həyat sürən, işləyən əlilliyi olan şəxslər olsun, onlar sayı artdıqca cəmiyyətdə artıq bizim millətin də gözü öyrəşir. Yəni artıq normal baxırlar, özlərindən biri kimi qəbul edirlər həmin o şəxsləri, əlilliyi olan şəxslər. Ona görə deyərdim ki, son illər daha yaxşıdır bu qismdə, bu mövzu daha belə deyək, inkişaf edib. İlərləmə var. İlərləmə var, bəli. Sizdən öncə bir bizim müsahibimiz var idi, o da fiziki məhdudiyyətli idi. O xanım danışmışdı ki, mən deyir, parkda qardaşımla gedirdim, qardaşım getmişdi mənə su almağa, sadəcə gözləyirdim. Bir nəfər yaxınlaşıb onun ovucuna pul qoymuşdu və xanım o hadisəni o qədər travma ilə danışırdı ki, deyir, tez pulu deyir, atdım yerə ki, mən dilənçi deyiləm. Yəni, əslində insanların münasibəti, yəni biz də görürük ki, çox dəyişir və çox inkişaf var bu yöndə. Siz nə demək istəyərdiniz fiziki məhdudiyyətli insanlara? Düzün deyim, mənim başıma elə hadisə gəlməyib, amma bizim 50 yoldaşlarımızın başına çox gəlir o hadisələr. Hətta onu komik, belə deyək də, vəziyyətə çevirənlər də olur ki, məsələn, mən 1 manat götürmürəm, mən ancaq 100 manat götürürəm falan. Yəni, bizdə var elə komik şəxslər. Əlilliyi olan şəxslərə nə demək istərdim? Demək istərdim ki, cəmiyyətdə daha çox olsunlar. Necə ki, hər kəsin qəlbində öz arzusu var. İstər nə bilim ailə qurmaq olsun, kiminin ki təhsil almaqdır, kiminin ki dil öyrənməkdir, kiminin ki səyahətə getməkdir. Yəni ki, o öz arzularının arxasınca getsinlər.
bir yerdə qapılıb, yəni evdə qapılıb qalmağın heç bir mənası yoxdur. Özünə və ailəsinə, ətrafındakı insanlara, yəni o həyatı zəhər eləməyin mənası yoxdur. İstərdim ki, dediyim kimi öz istəklərinin arxasınca getsinlər, təhsil alsınlar, ailə qursunlar, tez-tez səfərlərə getsinlər, gəzintiyə çıxsınlar, yəni ən azından bunlar. Yəni əgər nəyisə maraqları varsa, peşədirsə, yəni vacib deyil ailə, hər kəsin ailə təhsil olacaq deyə bir şey yoxdur. Əgər hər hansı bir peşəyə maraqları varsa, o peşə ilə məşğul olsunlar, sevdiyi işlə məşğul olsunlar. Vüsalə xanım, Vaqif bəylə tanış oldunuz, danışırsınız belə deyə, münasibətiniz var. Artıq ailənizə deməlisiniz ki, mənim bir bəylə münasibətim var. Necə qarşıladılar? Çünki belə deyim də, ola bilər deyərlər ki, yox, sən fiziki məhdudiyyətlisən, o bəlkə səni istəmir. Yəni, çox rastlaşmışam belə hekayələrlə. Birinci onu deyim ki, Vaqif ilə dekabrda dediyim ki, müraciətə gəldi. Dedi ki, bəs bu yeni il tətilində mən elçi göndərirəm sizə. Mən dedim ki, biz elə bir 10-15 gündür tanış olmuşuq. Nə elçisi başa düşməm, mən səni özümü tanımıram. Dedim, yox, mən səni tanıyıram, bu mənim üçün bəsdir. Mən də razılaşmadım sözün açığında. Hətta gəldim, anama dedim birinci. Anama dedim ki, bəs mama, belə bir məsələ var, belə bir insan var da. Əslində, anam da biz belə tərəddüdlü yanaşdı ki, yəni, çox təzədir. Yəni, bu insanı tanımırıq biz, necə gələ bilər, yəni necə elçi gələ bilər. Bir müddət ən azından bir tanıyın bir-birinizi. Ondan sonra mən də danışdım ki, bəs belə bir igid insandır, təzə müharibədən qayıdıb. Yəni əslində artıq formalaşmışdı ağlımızda bu insanın belə deyək də profili. Amma yenə də yəni istənilən halda biraz yəni ehtiyat edirdik. Bundan tərəddüd edirdik. Hə, ehtiyat edirdik. Amma tanıdıqca elə bu məzuniyyət ərəfəsində demək olar ki, mən onu yaxından tanıdım, elə söhbətlərindən. İnsan deyir, ağzına açanda deyirəm, mən deyim sənə kimsən də. Yəni tanıdıq. Yanvarda olmasa da martda oldu nişanımız. Yəni tez oldu. Neçə müddət nişanlı qaldınız? 3 ay cəmi. İyunda da toyumuz oldu. Hə. Maşallah. Vaqif bəy, siz bəs ailənizə deyəndə nə reaksiya göstərdilər sizə? Necə münasibət göstərdilər? Elə olmadı axı. Mən sənə dedim, elə elçi gələm, görmüşsün klaza gətirmişəm. Nə gətirmişəm? Sən yalan danışdın. Yox, kesin ola. Nə gətirmişəm? Elə mən ağzıma sanki görüb Sumkayna zaman gəlmişəm. Gedəydim. Gözdə daha gedirəm. İşte birinci mamaya dedim. Elə Kanyakolda maması ilə tanış olduq. Pandemiya idi, mamasının gətirdiyi Yasamal parkında tanış olduq. Yadıma gəldi. Məndən soruşdular, deyim ki, İlgini yadıma salıram da. İlk dəfə getdim, məlumat verdim ki, biz neçə vaxtdır deyirdiniz ki, evlən, yaşın kesir. Biz şad xəbər verməyə gəlmişəm, qız tapmışam. Hamısı sevindilər. Sonra qızın şəklini göstərdim, hamısı bir 10 dəqiqə sustu. Normal məsəlində. Yavaş-yavaş alışdılar. Apardım, görüşdürdüm, tanış elədim. Bəyəndilər, razılıq verdilər. Gəldi, yetişi bir sənə. Yəni, heç bir narazıçılıq olmayıb da, belə başa düşdüm. Normal olan da əslində budur. Əslində deyərəm ki, Vaqifin ailəsi çox modern ailədir. Yəni, müasir düşüncəli insanlardır. Ona görə həmişə o xasiyyətlərini çox sevirəm, qaynatamla qaynanamın. Yəni, həqiqətən də müasir düşüncəli insanlardılar. Təkcə mənə qarşı yox, ümumiyyətlə, bütün həyatda baş verən hadisələrə, hər şeyə qarşı müasir fikirləri var. Ev işlərini özünüz tək görürsünüz, yoxsa ananız elə həmişə sizlə qalır? Yox, anam indi uşaqlara görə, yəni köməyə görə gəlibdi, amma əvvəllər, yəni ikinci uşaq olmamışdan qabaq özümüz qalırdıq, yəni özüm idarə edirdim hər şeyi istədim. Evin təmizliyi, yemək falan, hər şeyi özüm edirdim, bəli. Vaqif bəy, ən çox hansı yeməyi bəyənirsiniz xanımın? Olub yoxsa ilə yarpaq olmasın. Əslində çətin yemək, yəni dolma çətindir. Dadlıdırsa, deməli, bəyənibsə Vaqif bəy, həqiqətən gözəl eləyirsiniz. Belə çətinlik olurmu sizə ümumiyyətlə evdəki işlər falan, yoxsa? Yox, evi özümüzə uyğun, belə deyək də, yerləşdirmişik əşyaları, ona görə çətin deyil. Evdə olan bütün proseslər rahatdır. Məncə, indi ən çox çətinlik körpə uşaqdır. Hal-hazırda, düzdür, hə. Vüsalə xanım, cəmiyyətimizdə belə bir fikir var ki, cütlüklərdən biri fiziki məhdudiyyətli, biri deyək sağlam şəxsdirsə onlara görə bu münasibət alına bilməz. Yəni sizin ətrafınızda, qohumda, əqrabada elə düşüncədə insanlar var idi, yəni buna qarşı çıxsınlar ki, olmaz heç düz gəlməz axı.
Üzümə deməyiblər, yəqin ki, içlərində yəni bu hissi keçirdən olubdu. Yəqin ki, yəni belə düşünürəm. Yəni əslində normaldır da bu düşüncə. Yəni qınamıram ona görə heç kəsi ki, sən niyə belə düşündün? Hər kəsin öz fikri var. Hörmətlə yanaşır. Amma ki, insanlardan asılıdır, bir-birlərini necə... Yəni elə bir, məsələn, ailə tanıyıram ki, heç mənim xanımın əlləri də işləmir. Yəni Azərbaycanda deyil, amma xarici ölkədə var. Amma bəy onu o cürə qəbul edib, hətta ev işlərində özü görür. Yəni deyir ki, övladları da olub hətta o vəziyyətdə. Yəni ki, dediyim kimi, həmin o cütlükdən asılıdır, bir-birlərini qəbul etməkdən asılıdır. Daha doğrusu ən çox da aralarındakı olan sevgidən asılıdır. Və təbii ki, ətrafdakı insanların ən başlıca ailələrdir və sonra da digər qohum əqrəbə olsun, tanışlar, qonşu. Onlar da dəstək olsa daha da gözəlləşir bu münasibət. Olmayanda da dediyim kimi ikisinin arasındakı o sevgi bəs eləyir ki, həmin onlar özlərini belə deyək də həyatda özlərini yer tapsınlar. Özləri tapsınlar həyatda da, yəni belə. Müsalə xanım, istərdim balacalarınızı bir dənə bura gətirək. Çünki orada yəni nənələrin bitəhər eləyiblər ikisi də. Düzdür, balaca körpədə ağlayır, amma böyük qızımız maşallah olsun bir 4-5 dənə uşağın əvəzidir. Çox dəcəldir. Görürsünüz balacalarınızı. Sevgili xanım, Mikail bəy. Mikail hələ çox balacadır. Sevgili xanımın da 2 yaşı var, amma maşallah olsun çox dəcəldir. İşiniz çətindir Vüsalə xanım. 2 uşaqla və anam olmasaydı nə edərdim? Çox çətin olardı. Gəlmişik mətbəximizə. Buradasınız siz. Vüsalə xanım bizə çay süzəcək. Hə, mütləq. Mətbəx də elə sizə uyğun, belə deyim. İndividualdır, kiçik bir mətbəximiz var. Artıq neçə ildir fiziki məhdudiyyətlisiniz? Mən 2004-cü ildə almışam. Nə qədər olur? 21 ildir. Yəni çaylarımızı qoyaq bura, nasıl götürərik. Hə. Yəni ki, bu təmizliyi, nə bilim, ortalığı normal saxlamaq uşaqlarla o qədər çox çətindir, bəli, bəli. O qədər çətindir, ona görə bacardığımız qədər. Mən sizə bayaq dedim, yəni bir uşaqla belə çətindirsə, 2 uşaqla ümumiyyətlə düşünmürəm və körpə uşaqla hələ. Hələ demirəm, köməyim var, yəni mama sağ olsun, amma yenə də yəni çətinlik öz sözünü deyir.